Bugün əksər idmançılar bu idman kokteyllərindən istifadə edir. İstifadə etdiyimiz bu məhsulların tərkibində nə olduğunu bilirik. Fərid Həsənli artıq 4 ildir ki, idmanla məşğul olur və idman qidalarından mütəmadi istifadə edir. Deyir ki, düzgün qidalanma və zülal balansı məşq prosesində əsas rol oynadığı üçün bu məhsullar gündəlik rejiminin ayrılmaz hissəsinə çevrilib. Mən məşqdən sonra əzələlərin bərpası və inkişafı üçün bunu daha çox istifadə edirəm. İdman qidası alarkən son istifadə vaxtına qədər diqqət edirəm onun. Bəzi firmalar var ki, məsəl üçün keyfiyyət baxımından biri bazarda qiymət söhbətləri olur, biri yüksək olur, biri aşağı olur. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun eksperti Tutu Zeynalova bildirir ki, idman qidalarını seçərkən istehlakçılar diqqətli olmalı, həkim və ya mütəxəssis tövsiyəsi olmadan istifadə edilməməlidir. Rəsmi qeydiyyatdan keçmiş məhsul almalıdırlar. Məhsulun qaloqramlı olmalı, mənşəli məlum olmalı və tərkibi dəqiq üzərində yazılmalıdır. Diqqət yetirsinlər, əgər yazılarda orfoqrafik səhvlər varsa, və yaxud tam qeyd olunmayıbsa, nə qədər protein var, hansı amin turşuları var, hansı miqdardadır, bunlar dəqiq qeyd olunmayıbsa, bu saxta məhsul ola bilər. Bundan əlavə, kim ki istehsal edib bu məhsulu, o şirkəti araşdırsınlar. O şirkətin bu qida məhsulunu, bu idman qidasının istehsalına xüsusi sertifikatlar olmalıdır. ISO sertifikatı, misal üçün, bu sertifikatlar varmı? Ekspert əlavə edir ki, saxta idman qidalarının qəbulu sağlamlıq üçün ciddi fəsadlara yol aça bilər. Aldanmasınlar. Əsas da nəyə? Bu bəzi idman qidalarını internet şəbəkələrində açıq onlayn platformalardan alırlar və orada qısa müddətdə çox gözəl nəticələr vəd edirlər. Wow, super effektlər vəd edirlər ki, qısa zamanda bu qədər əzələ yığacaqsınız, bu qədər çəki verəcəksiniz və bu qidalardakı o qida qatqı maddələri, şəkər nə qədərdirsə, çünki əgər şəkəri yüksəkdirsə, dadlandırıcılar çoxdursa, bunlar da mənfi təsir edəcək, həm mədə-altı vəzini, həm qaraciyərin yükünü artıracaq. İdman qidalarının satışı ilə məşğul olan Əli Tapdılov da bildirir ki, saxta idman qidaları təhlükəli olduğu və geniş yayıldığı üçün o satışa çıxardığı bütün məhsulları laboratoriya yoxlanışına göndərir. Məhsul əvvəlcə gedir ilk öncə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyində. Orada laboratoriyada məhsulun üzərində araşdırma aparılır ki, tərkibində zərərli maddə və yaxud hər hansı bir orqanizmə ziyan verəcək bir şey olmadığı təsdiqləndikdən sonra üzərinə etiket yapışdırılır. Dərman vasitəsi olmadığı qeyd olunur ki, dərman vasitəsi deyil. Ondan sonra mağazamıza yerləşdirir və rəsmi şəkildə satışa aparılır. Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən idman qidalarının satışı ilə məşğul olan 127 müəssisədə monitorinq keçirilib. Nəticədə ithal sağlamlıq aktı olmayan 70 adda ümumilikdə 129 ədəd məhsul aşkarlanıb. Nöqsan aşkarlanan məhsulların satışı dayandırılıb.